bu şəhərdə robot gəlin. Alqışlarla qarşılayaq. Az yok hey yok. Az ne kadar eğilirim bu cadeni evlendirebilmirəm. 29 yaş var, bir gün sabah 30 olacak. Hədana tupoysan 29'dan sonra 30 gelir de. He. Az yok hey yok. Der ki ev alım sonra evlenirim. Bak rozusk vermişim bütün qohumların arasında. 15'ten 45'ten. Kim istiyor alsın? Koca olsun, cavan olsun, dul olsun. Ne bileyim 4 defa gelip qayıtmış olsun. Bak 8 tane baldızı olsun. Özü bile der evlenmirəm. Ne bileyim az. Der az yok hep bak maşını var. İşi var, yaxşı maaş alır. Maskası da var. Maskadan ha, bu sifete yok, kızdan ha. He. Ona göre olabilsin. Der yok, der yok. Ev alım sonra. Ben de derim yaxşıdan da. Varyant yok, nağayla. Mito, De gel. Mito, Parmigiano Italiano. Bak nedir? Günde bak bu karofka alıp getirirsen, bu xəmiri tökürsən, məni kökəldi, kəsmək istəyirsən məni. Sağ olun. Bak ne sağ ol. Ben adam yeməkləri istəyirəm. Aş istəyirəm, bozbaş istəyirəm, piti istəyirəm. Bir it kızı iti al getir, koy pişirsin o yeməklərdən. Sen de ye adam kimi, mən de ye. Bak. Bak nedir bu alıp getirmişsən? Bak nedir? Hanımının soğusu, neyləndi bu? Toyuğuna. Ben göveləyində dememiştim üstüne. Özünü oxşayanlardan. Toyuğino. Alma. Arvat demiş, mama, senin sürprizin var. Rədd ol. Geçen defa da böyle dedin, iliş bir aradan yeyip çıkarsan. Yalan danışma. Arvat tapmışım. Sənə gəlin tapmışam. Sen- Evlənirəm. Sen qağayın gör tapmışsan. Hə. Sen benim canım tapmışsan yoksa yok. Sən canımı yerdə görmüşəm. Bir də gəlinə görə sənin canımandır şey. Oy sana kurban olaram. Evimize gelin gelir. Evimize gelin gelir. Yok bu yaxşı var. Yol verin kudam gelir. En aziz adam gelir. Sirkele. Yol verin kudam gelir. En aziz... Toy elə sirkelin burada ne? Boş. Burada saxlaq, sənin toyda qudan olmayacaq. Kız yetim değil mi? Ne olar? Savabdır. Senin de böyle bakanda hoşbaxtsan. Ne kaynatan olacak ne kaynanan. Yol verin kudam ölüf. En aziz adam ölüf. Yol verin. Mama, bu gəlinimin, gələcək gəlinimin bir dənə balaca minsi var, amma plusları çoxdur. Saymaqla qutarmır. Ben 100% bilirdim ki sen o Ursiyete gedende bir zibil kaynadasan. Ruslu. Yox, mama. Ben onu Azerbaycanlı eləyərəm. Darıxma. Onu polnu fırladım Azerbaycanlı eləyəcəm. Mama, Rus deyil, yox. Bey, onda yəqin işlə tapmışsan. İngilisdir. Ne olar? Valla onun şotuna biz de İngiliz dilini öyrənərik. No, Maza, no. Mazda söyüşdü, ha billəm, onu demə. İngiliscədir. Deməli, bu gəlin Negerdi. imkan vermir. Eyb yox, ne olar? Ona da razıyam. Ben İmkan onu ver. ağardıb ağ günə çıxardarım. Mama, imkan verdi. Danış. Bu gəlinin Nədir millət? milliyyəti yoxdur. Ermənidir. Bunu hansı millətə istəyirsən fırlada bilərsən. Başa düşdün? Hədana ermənidir dana. Adın dəyişir, familiyasın dəyişir, dilin dəyişir, dinin dəyişir. İstəyir Türk olur, istəyir Azərbaycan. Sen buralarda tapdın bu soğukda ya bu erməni. Akçığı hardan tapdın sen ha? Amma üzümə niyə əl qatırsan? Erməni de haklı, erməni deyil. Evlənən mən deyiləm, ərə gedən sənsən. Nə olur? Yaxşı, nədir bu? Çok... Hazırsan? Nəyə? Nəyə hazıram? Nə olduğunu deyirəm sənə. Uf, hay Allah. Bu robotdur. Hə, müğənnidir. Yox ay mama. Ben nə- Bu süni intellekt, bildiğin robot. Robot. Süni intellekt. Ay bala. Robot.
İnsan değil. Başa düşdüm də, bizə deyirəm elə pataryalı gəlinimiz çatmır deyib də. Zaryat yazada qoyasan bunu. Səni tok vurub öldürər. Sen keçme, derine keçme de sen de. Bu bildiğin robot, mama 21. əsr diye teknolojiya. Düşünsən, bax, indi süni intellekt insanların əvəz edir. Bax, ev yığışdırır, pol silir, qab yuyur, ne bileyim, lampiçka değişir, elektrik işleri görür, kombi düzeldir harap olanda, piyaninanı 8. mərtəbədən böyle bir dəqiqəyə kaldırır, sonra teker yamıyır, sonra ayakkabı cırılanda onu yamıyır. Zaten sen bunu alsan bizim eve ne arvat lazımdı ne kişi. Ne bakıyorum? Bu süni intelligent var. İntellekt. Her nesi bildi kulak. O gün de sasetka deyirəm, deyirsən sasetka. Sasetka başqadır. Maneten rahat değil değil. Kulak as. Ve bu soz kaldı yüzünde. Bu süni intelligent, bu doğa bilir, mən nə olabiləcəyim. Ne vaxt istəyirsən, Nötər yəni. ne qədər istəyirsən. Patona. İstəyirsən qız doğsun, istəyirsən oğlan doğsun, istəyirsən ekiz doğsun. Mama, istəyirsən səni oxşasın, istəyirsən məni oxşasın, istəyirsən rəhmətli dədəmi oxşasın. İraq olsun, yazıq. Mama, istəyirsən 9 aya, istəyirsən 6 aya, istəyirsən 3 aya, istəyirsən Saxla. bir həftəyə küçükləsin sənin üçün, nə qədər nəvə istəyirsən. Saxla, lazım deyil. Bunu elə düzelt ki, elə qoy 9 aya normal doğsun. Başla. El obadan ayıqdır. Başla. Proqramı elə yazaram. Hə. Proqramı elə yazaram. Elə yaz. Deməli özü doğur. Göbəyə özü kəsir. Nə pampersə, nə dayəyə. Heç bir də ehtiyacı yoxdur. Nə deyirsən? Qoy arvatlara zəng elim, gəlsinlər, dana yığışaq gedək kiminsə qapısına elçiliyə getməliyik. Əşi, nə qapı otur rəhmətliyin nəvəsi, nə elçi, nə nişan, nə toy. Telefonla sifariş eləmişəm. Patona. Hardasa bir 10-15 dəqiqəyə gətirməlidirlər. Bax, mama, deməli, bir ay yaşayır bizdə. Hoşumuza gəldi, qalacaq. Gəlmədi, dalından bir təpi qaytarıram. Pulda oturur karta. Yəni elə boşuyursan. Bir ay vaxt verirlər. Boşuyuram da, belə deyək. Özü boşanandan sonra, bax, nə sənə deyəcəklər ki, qızın xalası filan yolun yolcusuydu, ona görə boşadılar. Oğlan narkoman idi, nə bilim, gəlin doğmurdu, ona görə boşadılar. Başın diş, sakit, qulağın sakit. Oturacaqsan yerində, vəssalam. Necədir, razısan? Nə deyirəm, ay bala, sən bilən məsləhətdir. Mama, Hə. deyirəm, sən də dul arvadsan, bəlkə bir dənə sənə özümə robot ata sifariş edeyim. Mənə? Robot kişi. Zarafat edeyim, tamam, zarafat edeyim. Ondan Luçu o bibim Bənövşiyə zakaz elə 20 ildir ki dul. O da bir də əzim bəs eləmlər. Neyse geldik bugünü de gördük. Deyək. Heç Birazdan gəlir. Qəşəng onu Qaynana. çimizdirim. Çimizdirsən Yol elə gəlir. əlində qalacaq, mama. Çimizdirib zad eləmə. Yemək təklif eləmə. Oldu. Su təklif eləmə. Evdə internet, Wi-Fi qaydasındadır da. Plataları onda işləyəcək. Neyi? Platalarla işləyir də, başa düşdün? Mən Salat gedirəm, yeməyi. hardasa bir 10 dəqiqə, 15 dəqiqə gəlin gəlməlidir. Mehriban olun. Kurban oğlum geldimin Japon ecdadlarına, Suri intelektine, Kitay babalarına. Kurban oğlum geldimin demir parmaklarına, şüşeden gözlerine, rezin dodaklarına. İnternete koşaram, Wi-Fi'yi ben açaram. Platası, 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 platası doluyorlar, doluyorlar.
Ölmedik, bugünü de gördük. Sen geleyim, zehlem gitmiş baldızımla bir şat haber diyeyim ona. Azaz Menöşe, ne tersen, az şat haber var. Bibisi kurban olduğun evlenir. Oğlumu deyirəm dana sen yani bibisi, he. Az saklasın, az hazır diye yeymişmək, toyzar. Yani elçi getmək, o da yoktu, heç sat yoktu. Özləri Karovkada getirirler. Hay? Az hele Karovkada yok. Koy neyse koy diyeyim. Gelin robottu. Ne elçi gedirsen ne özde programlaştırırsan üreyen isteyen sözü diyersen yüzüne de kayıtmış. Hardaydı böyle gelin. Yoksa seninki kimi tepende bir tane tük koymuyor. Hay? Ağız, sen mi? Deyirəm 20 ildir dursan, gel bundan saat birim təşkil eləyək. İstəyirsən, özdə ikisini istəyirsən, şöyle düz deyilmiş yazır. Niye iki dənə? Biri saqqallı olsun, biri saqqalsız. Onda gel belə eləyək, iki dənə deyiləyək, biri uzun olsun, biri balaca. Biri kök olsun, biri arıq. Yok az, gel ikisini de zakaz veriyor. Biri İbrahim Tatlıses'e okşasın, orası da o çuğundur Özçevit'e. Bıraktı ne de ona. Az merfetin kalacağın olsun. Yaxşı, gelmeldin gelin, koy gelsin, birazdan görüşerik. Diyerim sana ne var diye. Sağ ol. Oo, çoban kızı ne kaşaydı. Kopya bizim kızlara okşuyor. Salam. El ölçmesem yok, bizde indi böyle kız yoktu hamar. Bizde hamısı. Necəsiz? Salam, gelin sen. Siz kimsiz? Mən sizi tanımıram. Birazdan tanıyasan, hayatına ele gireceğim, tanıyasan beni. Öldürmek. Abala. Öldürmek. Ay oğul, bu Öldürmek. gelin Seyma der ki ben sen tanımıram. Ne gayrım? Yüzüne bakım niye? Skan eylesin. Geçsin anasının bağışını skan eylesin. Öldürmek. He. Yüzüne bakmalıyım tanımalıdır beni, öyle mi? Yaş. Öldürmek. Brelas. Ağız. Öldürmek. Yüzüme bak. Salam ana. Necəsən? Ebru tepesine kül olmaz. Niye bilir anası ya? Japonlarda kaynanaya ana deyirlər, elə mi? Yaxşı. Çok maraqlıdır. Qoy birazdan danışarıq. Gəlin tanış olaq. Tanış olaq. Mən sizin gəlininiz Omega 07 X507. Bu ne daz? Belə adı olar, 07 nömrəsini oxuyur. Hansı adı istəsəz, ondan da dəyişə bilərsiniz. Fırran görüm. Ne qəşək qız deyil. Az gül kimi qızsan, adın maşın adını oxuyur. Sağ nəsə bir Azərbaycan qızı adı qoymaq lazımdır. Azərbaycan. Aha, dediz gül kimi qızam. Ay, sağ ol. Onda Azərbaycan gül adları. Aha. Gəlin seçək. Deməli, Bənövşə. Rədd elə, baldızımın adıdır. Aha, hoşunuza gəlmədi. Gəlmədi. Onda Yasəmən. Yasəmən yaxşı addır, amma o da eltimin adıdır, xoşuma gəlmədi. Çiçək. Yox az, mirçək. Qaynanamın adı, zəhləm gedir, lazım deyil. Anacan, eltin nədir? Elimdə elə söz yoxdur. Bilirsən, siz Japonların elmində biz Azərbaycanlıların bir çox sözü yoxdur. Aha, qulaq asıram. Məsələn, elə bax, elti. Elti. Elti, bilirsən kimə deyirlər? İki qardaşın birbirini qırıb boğub öldürən arvadlarına elti deyilir. Qırıb boğub. Də, elə elti. İki qardaşın arvadı Aha, elti. sonra? Sonra, məsələn, yengə. Yengə. Türklər day arvadına da deyirlər, nə bilim, gəlinə də deyirlər. Bizim variantda lazım olmayacaq, çünki sən robotsan. Aha. Elə day arvadı qalsa yaxşıdır. Sonra kirvə. Mənə lazımdır kirvə. Yox, Allaha şükür yox, sağ da lazım deyil. Gəl sənin adın olsun Lalə.
Okey. Ben Lale. Lale. Ben Lale. Adam kimi danışa bilirsən, Lale. Bəli, danışa bilirəm. Yox, çox belə özünü buraxma, belə, yəni arada məsafə olsun. Aha. Laluş, nətərsən? Laloş kimdir? Bax, Azərbaycanlılar laliyə bir çox variantlar deyir. Lalə, ləli, lılı, lılıq, laluş, lalapti, lılıqıdır, nə bileyim, özün nə istəyirsən. Bəs hansı ada baxır o? Hamısı elə lalə adıyla. Mən sənə elə nə desəm deyən, hay can ana. Hay canana. Ay sağ ol. Laluş, Hay canana. oğlum dedi da dərinə getməyək. Sənin 7 arxa dönənin yoxdur. Ha, Bilirəm. 7 arxa dönən nədir? Yoxdur məndə o. 7 arxa dönən də elə bir sözdür ki, ancaq Azərbaycanlılarda var da, o robotların dilində heç. Aha. Ümumiyyətlə Azərbaycan xalqının elə sözləri var ki, laloş. Aha. O nəinki başqa dillərdə yoxdur. Aha. O heç başqa dillərə tərcümə də olunmur. Məsələn. Məsələn, Tıncıxıram, Yığval, Qara Günlük, Gözdağı, itimin qurt dayısı, sonra nəm hardasan, burdasan, dünən ölübsən, bildir ölübsən, qaynatıya ata dən, oğrac, sonra kül başına. Laloş. Ay Laloş. Lala. Ay ne oldu buna? Bunu 100% bırakın gönderifler. Bala bu kıza nəsə oldu. Canı qüsə hissat eləmədi. Mehriban danışırdıq elə belə. Birdən mat-metal qaldı özündən get. Yığvalı yeyin gəlmiş. Oradan telefonla düzəldə bilirsən. Düzəlt qadan qalın, darıxıram. Düzəlt. Hay canana. Nətəsən? Özünə gəldin? Bəli. Canın üçün. Valla şirin söz. Hələ təzə gəlib, hara saçın yolla, mesaj eləməmişəm. Yox, elə şirin danışır, bir də gördüm mat qaldı, bunu yığvalı yeyin gəlsin. Eləm sən bildir ölüb dünən, kür bunun başına, başa sümürdən ha. Bu de, gördün gene getdi özünə. Canın quşu Azərbaycan dilində danışıram da, nə elə? Prosta bu qanmır, mən nə qayrım? Orası elədir, qanan qanmayana borçludur, Yaxşı, çalışaram, ədəbi dildə danışım, yaxşı, düzəl. Nətərsən, Laloş, özün gəldin mi? Yaxşıyam anacan. Sizə nə qulluq eləyim? Nə qulluq? Qulluğunuzdayam. Get hamamdan vannanı gətir, qılçalarımı yu. Zarafat elədim, getmə özündən, gəlin. İndiki gəlinlərə ayak yutuzdurmaq olar, vannan adamın təpəsinə keçirdərlər. Vannanı gətirim təpəvizə keçir. Dedim, yum ayaqlarını, lazımdır. Nə işə düşünür? Gəlin də bundan dil tapdana sən. Gəlin sizə yemək pişirim. Yemək? Masaj eləyim. Masaj bazarsan. Bəli. Gəl görüm. Başla görüm. O başın qurban, bax, oradan başla. Üz masajı. Mənə hələ ərim əl qaldırmır. Klasik masaj. Milçək gəzir, bu nədir? Yapon masajı. Shiatsu. Lazımdır, orada qal. Sakla. Çin masajı. Sən görüm. Qasım. Lazımdır. Sən Azərbaycan masaj bacarsan. Yox. Gəl sat, maman sana öyrədəcək. Arxanı çöndər bura. Dur. Ay baba. Plakalarım yandı. Bax, buna Azərbaycanlılar həm masaj deyir, həm də quluş qırmaq. Sən Allah özündən getmə. Kül başı var. Nasıl kül dədənin başına? Heyvan qızı heyvan. Nətərdir? Xoşuna gəldi? Bəli, heyvan qızı heyvan. Yox, onu mən sana deyə bilərəm, sən mənə. Bəli. Ay canana. Ay sağ ol, sən mənə elə deməlisən. Yemək pişirə bilirsən? Bəli. Mənə bax, toyuqdan soğançalı, moğançalı, göyərtili, yumurtalı bir çırtma pişirə bilərsən? Soğancı bildim, muğancı nədir?
Göyerti bildim, müeyerti nedir? Töyəkdən nə pişirə Yumurta bilərsən? bildim, mumurta nedir? Toyuktan çok şey, tabaka, satsivi, toyuk langeti, toyuk julieni, lagman toyuk etinden, toyuk sosuyla, Kievski katlet toyukla, çakakobilli. Saxla. Saxla bil. Apar bunların hamısını dədənə saxla. Atan. Ah, anacan benim dedem yoktu, ben ona niye yemeği saklayayım? O da biz Azərbaycanlılarda elə bir söz var. Bir şey ürəyini bulandıranda xoşuna gəlmə deyəsən ki, saxla atan yesin. Ha, Apar ha. ver atana. Sakla atan. Yaxşı. Düydən nə pişirə bilərsən? Ben düğü kaynatabilirim. Düyü qaynatmağı mən də bacarıram. Aş pişirmək lazımdır. Bax, səbzi pilov, turşulu pilov, nə bilim, şüyütlü pilov, ləvəngili pilov, nə bilim. Bu 600-dən yuxarı pilov növ var, sayım hamısını. Yok sönerim. Dolma pişirə bilirsən. Yarpaq dolması, üçbaşlı dolması, sonra bilmem heyva dolması, soğan dolması. Ləvəngi pişirə bilirsən. Töyök ləvəngi, quş ləvəngi, balıq ləvəngi. Özde yadında kalsın, Azerbaycan'da uçan kaçan ne var? Hamısını ləvəngi eləmək olur. Aha, başa düştüm. Heç də başa düşdüm. Başa düştüm. Yalandan. Siz ne desez, ne program yazsaz onu da eləyəcəm. Bərdir görüm. Sənin anan bacın var. Benim anam da sensen, bacım da sensen. Yaş, şiddi eləmə. Heç vaxt qaynadadan gəlinə, gəlindən də qaynanaya ana bacı olmaz. Boş söhbətlər deyiriz. Bilirsən nəyə görə soruşdum? Bunlar yoxdursa, sən qiybəti kimdən eləyirsən? Ben hiç kimden gıybet eləmirəm. Bende ana yok, bacı yok, bibi kızı yok, hala kızı yok. Ona göre ben gıybet eləmirəm. Sən vəbşə bilirsən qeybət nədir? Bəli, Nədir? insanın olmayan yerde onun dalıca danışmak, ona şer atmak, elemediği işi onun boynuna yazmak prosesine gıybet deyilir. Xeyr. Külü qoyum sənin estetika müəlliminin təpəsinə. Sakla atan yesin. Qeybət, sana yaxın olan adamla sana uzaq olan adamı haqqında fikir mübadiləsi yeridərək vaxt öldürmə prosesinə qeybət deyilir. Başa düşdün? Başa düştüm, başa düştüm. Məsələn, sən normal adam olsaydın, imkan tapan kimi, mən evdən gedən kimi telefonu götürərdin, başlayardın. Ay ana, bu qoca kaftar məni boğaza yığır. Bütün gün evdə gəlir, dalımca mırtlayır. Nə eləyirəm, bəyənmir, pişirdiyim yeməklərə mız qoyur. Özümü öldürəcəm, boşanacam. Prosto uşaqlar durub qabağımda. Ərim yetim də yaxşı pul qazansaydı, bir otaq ev alardı, gedib orada yaşayardıq. Bu cadı görməzdi bütün günü evdə. Bax, belə danışa, bir də görürsən ki, illər keçdi. Özün də qocaldın, oldun qaynana, sonra gəlin başlayır sənin dalınca danışmağa. Mırtlayır, sana qarğış eləyir, sən də onu söyürsən. İllər keçir, gəlin özü gəlib qaynana olanda başa düşür ki, sən onu doğrudan da söymirmişsən, elə dilinin ucunda, yüngül varı. Axı, sən onun dünyada ən çox sevdiyi övladlarının mamasısan, nənəsisən. Bax, belə bu proseslər ildən ilə keçir, bir də görürsən... Bala, gəl bu zibilinə yedur. Bunu düzəlt, apar qaytar. Razıyam, mən gözləyərəm. Haçan ev alarsan, normal bir qızla evlənərsən, amma adamla, robotla yox. Elə qoy o mənə yemək də pişirər, quluncumu da qırar, qıyvatımı da eləyər, məni masaj da eləyər. Amma normal. Eşitdiyin bala. Düzelt bunu, gəl götür qaytar. Düzelt. Hay canana, ben size yemek pişiririm. Yox. Masaj Yox, eləyim. yox, sağ. Sakla atana. Külbaşı var. Deməli, bunun platası uca qarışıb. Sən gedək sana balkondan həyətimizi göstərək. Uça bilirsən sən. Gedək, yox uça bilmirəm. İndi öyrədəcəm sana uçmağı, gedək. Gedək. Bu da hardan gəlir?
Bəy alqışları. Bundan gözəl nə ola bilər dostlar?